Mən Şuşaya gəldiyim qədər ulu əsl köküm olan İrəvana da gedim. Oradan da çoxlu şəkillər çəkim, videolar çəkim, paylaşım ki, baxın, mən indi öz dədə-baba yurdum olan İrəvandayam. Mən artıq İrəvan qalasını çəkirəm. İrəvanda olan Göy məscidi çəkirəm. Oranın tarixi abidələrindən çəkilişlər edirəm. İnşallah o günlərdə qismət olacaq və mən istər turla, istər şəxsi nəqliyyat vasitəsilə İrəvana mütləq gedəcəyik. Tək mən yox, bütün Qərbi Azərbaycanlılar İrəvana mütləq qayıdacaq. Bizim doğma torpağımız Zəngəzurdur. Bizim doğma torpağımız Göyçə Maxalıdır, İrəvandır. Biz tarixi unuda bilmərik və kiminsə siyasi maraqlarının girovuna çevirə bilmərik. Bizim dədə-baba torpağımızdır, biz ora qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq və heç kim bizi dayandıra bilməz. Zəngəzur dəhlizini biz icra edəcəyik. Ermənistan bunu istəsə də, istəməsə. İstəsə daha asan həll edəcəyik. İstəməsə də zorla həll edəcəyik. Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik.